Bürclərin 19 dekabra ən düz proqnozu. Qoç, gün aktiv və məhsuldar keçəcək. İşdə təşəbbüs göstərsəniz diqqət mərkəzində olacaqsınız. Axşam ani xəbər sizi sevindirə bilər. Buğa, maliyyə mövzuları ön plana çıxır. Gözlənilməz qazanc və ya borcun qaytarılması mümkündür. Səbirli davranmaq uğur gətirəcək. Əkizlər, ünsiyyət və görüşlər üçün əlverişli gündür. Vacib söhbət taleyüklü qərara çevrilə bilər. Sözləriniz təsirli olacaq. Xərçəng, daxili hissləriniz güclənir. Ailə ilə bağlı məsələ müsbət həllini tapa bilər. İntuisiyanıza güvənin. Şir, ulduzlar sizi dəstəkləyir. İctimai yerlərdə uğur və diqqət qazanacaqsınız. Liderliyiniz qəbul ediləcək. Qız, planlama və hesab kitab üçün ideal gündür. Kiçik bir detal böyük fayda verə bilər. Sağlamlığa diqqət edin. Tərəzi, sevgi və münasibətlərdə canlanma var. Barışıq və ya xoş etiraf mümkündür. Günün enerjisi yüngüldür. Əqrəb, gizli qalan məsələ üzə çıxa bilər. Düz qərar versəniz yolunuz açılacaq. Maddi rahatlama yaxınlaşır. Oxatan, yeni ideyalar və təkliflər gündəmdədir. Qısa yolculuq və ya sürpriz dəvət mümkündür. Şans sizinlədir. Oğlaq, karyera ilə bağlı mühüm addım atıla bilər. Səbriniz bəhrə verəcək. Rəhbərlikdən dəstək alacaqsınız. Dolça, gözlənilməz görüş və maraqlı xəbər gündəmi dəyişə bilər. Yaradıcılıq və fərqlilik ön plandadır. Riskdən qorxmayın. Balıq, duyğusal baxımdan güclü gündür. Köhnə arzu yenidən canlana bilər. Axşam saatları daha uğurludur.